İlk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və sonra bil ki, ən əzəmətli vacib və ən böyük məsuliyyət, qayə, hədəf hansı ki, tələb edir ki, bacardığın qədər səy göstərəsən, çalışasan, sərf edəsən vaxtını, malını və bəzən ola bilər ki, təhlükələrə səbəb ola bilər, həlaka düçar ola bilərsən. Bu əzəmətli vacibi, əzəmətli qayəni yerinə yetirməkdə ədavət olunsun sənə qarşı. Xüsusən də əgər bunda yaxın dostların itirilməsi, çoxlu düşmənlərin qazanılması varsa və çox istehza olunma, ələ salma, məkr edənlərin məkri, hilə quranların hiləsi var və sənə də, dəvətinə də cavab verənlərin az olması, kömək edənlərin az olması bu hala və bu əhval hansı ki zikr etdik, bilərsən ki, hamısı bəşəriyyətin ən xeyirlisi, bəşəriyyətin ağası Peyğəmbər sallallahu aleyhi və səlləmin qarşılaşdığı bir haldır. O əzəmətli vəzifəni yerinə yetirərkən, o əzəmətli qayəni yerinə yetirərkən, Allahın dinini yayarkən, tohidi yer üzərində bərqərar edərkən, həyata keçirərkən, hansı ki Allah Teala elçisini, məxluqatın ən xeyirlisini bəşəriyyətin hamısına göndərib. Elə bir zamanda ki, o risaləyə bəşəriyyətin ən çox ehtiyac duyduğu bir vaxtda, Allahın dininə zərurət yarandığı bir ərəfədə, bir dönəmdə, o zamanki əhli kitab dəyişdiyini dəyişmişdi və aləm, dünya zülmətə qərq olmuşdu. Şirkin, cahilliyin, cəhalətin zülmətinə Allah Teala elçisi Muhammed sallallahu aleyhi və səlləmi insanların hamısına göndərdi, bəşəriyyətin hamısına. Qul ya eyyuhən-nas inni rasulullahi ileykum cəmiə. De, ey insanlar, mən sizin hamınıza göndərilən bir elçiyəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm gəldiyində onları növbə-növ ilahlara ibadət etdikləri halda tapdı. Bəziləri ağacı tapınırdı, bəziləri daşlara, bəziləri günəşə, aya, mələklərə, cinlərə, Məryəm oğlu İsa'ya, qəbirlərə, övliyalara, Allahdan qeyri nə var idisə ibadət edirdilər. Allahdan qeyrisini çağırırdılar, ona dua edirdilər, yalvarırdılar, ondan kömək istəyirdilər. Öz kədərlərini, qəmlərini və ya düşdükləri o dəhşətli əhvalı aradan qaldırılması üçün onlara yönəlirdilər, onlara rəğbətlənirdilər. Xeyrin cəlb olunmasında, faydanın cəlb olunmasında, zərərin dəf edilməsində onlar üçün qurban kəsirdilər, onlar üçün nəzir deyirdilər. Onları özləri ilə Allah arasında ona yaxınlaşmaq üçün vasitələr etmişdilər ki, onların dualarını Allah Teala'ya qaldırsın. Və Peyğəmbər sallallahu aleyhi və səlləm onları gördüyü və tapdığı halına baxdığında onlar kahinlərə, sehirbazlara, bilicilərə, baxıcılara tapınırdılar. Onların qarşısında əyilirdilər, onların hökmü ilə oturub dururdular. Nə deyirdilərsə onu edirdilər, nəyi qadağan edirdilərsə ondan çəkinirdilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm belə bir ərəfədə o qövmü, o cahiliyyə dönəmindəki Məkkə əhlini bu halda tapmışdı. Etmədikləri pozğunluq, etmədikləri bir haram qalmamışdı. Qonşuya qarşı pis davranırdılar, qohumluq əlaqələrini kəsirdilər. Əksinə qazandıqları mala baxmırdılar, halaldandır yoxsa haramdan. Riba onlarda ticarət kimi idi. Ticarətlə riba eyni idi. Mirasla bir şeyin, bir kəsin malını qəsb etmək onlara görə yanaşı bir şeydir, eyni bir şeydir. Ona görə cahiliyyə dönəmində dinləri bunun üzərində təsis olunmuşdur. Dinləri bu idi. İstər mənəvi, istər maddi, cahiliyyə qayda qanunu nə etsə onu ilə əməl edirlər. Öz məsləhətlərini onu ilə cəlb edirlər, öz faydalarını onu ilə cəlb edirlər və öz zərərlərini onu ilə dəf edirlər. Ona görə qarışmışdı adətlər, qarışmışdı ənənələr, ona görə nəfslərə ağır gəlirdi bu cür adət etdikləri məsələlərdən ayrılmaq, geri dönmək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm gəldiyində onları La ilahə illallah, Muhammedən Rasulullah'a şəhadət etməyə çağırdı. O şəhadət ki, onun hər bir mənası Allah Teala'nın tohidini əhatə edir. Allah Teala'nı ibadətdə fərqləşdirməkdir. Qurbanın yalnız Allaha kəsilməsi deməkdir. Nəzrin yalnız Allah üçün edilməsi deməkdir. Köməyin Allahdan dilənməsi deməkdir. Sığınmaq yalnız Allaha olmalıydı. Faydanın, xeyrin tələb olunması Allahdan olmalıydı. Zərərin dəf edilməsi Allahdan olunmalıydı. Tavaf, səcdə, bunun kimi növbəli ibadətlər hansı ki, hamısı Allah Teala'nın haqqı idi. Peyğəmbər sallallahu aleyhi və səlləm o qövmü ona çağırdı.
Və ennel məsacide lillahi fələ təd'u mə'allahi əhədə. Həqiqətən məscidlər Allahındır, ondan qeyrisini orada çağırmayın. Qul təalu ətlu mə harrama rabbukum aleykum əllə tuşriku bihi şeyə. Gəlin, Rəbbiniz sizə nəyi haram edir? Oxuyun, Allaha heç bir şeyə şərik qoşmayın. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyə çağırdı. Peyğəmbər sallallahu aleyhi və səlləmdən qeyrisinə tabi olmamağa əmr etdi. Və mə ətəkumur rasulü fəxulu və mə nəhəkum ənhu fəntəhu. Elçi, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm sizə nəyi verir? Götürün, nəyi qadağan edir, ondan çəkinin. Və Peyğəmbər sallallahu aleyhi və səlləm gəlişi rəhmət idi onlar üçün. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm rəhmət Peyğəmbəri idi. İnsanları çağırdı iffətə, çağırdı təmizliyə, paçlığa, gözəl əxlaqa, çağırdı doğru yolda olmağa, qohumluq əlaqələrini saxlamağa, qonşu ilə gözəl münasibətdə olmağa, zülmdən əl çəkməyə, haramdan əl çəkməyə, cahiliyə məsələlərindən nə varsa hamısını tərk etməyə, əksinə kahinlərin və cahiliyə məsələlərindən nəyə özlərini hakim götürürdülərsə onu tərk edib Allahın kitabını hakim qılmağa çağırdı. Çağırdı malı halal yolla qazanmağa, çağırdı malı halal olan yola xərcləməyə, mübah olan yerə xərcləməyə və insanların hamısını Allahın göndərdiyi bu şəriətlə bərabər etdi. Onların heç biri bir-birindən üstün deyildi. Nə ərəbi, nə əcəmi, yalnız təqvası ilə bir-birindən üstün oldular. Və İbn Cərir Ət-Təbəri rahimehullah rivayət edir Abdullah ibn Abbasdan, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dəvətə başladığı ərəfədə o vaxt ki, Əbu Talib Peyğəmbər sallallahu aleyhi və səlləm əmisi və onu himayə edən xəstələndiyi bir dönəmdə Qureyşin yaşlıları, yəni ağaları onun yanına daxil oldular və dedilər ki, İbn əxikə yəşdümə əlihətinə. Sənin qardaşın oğlu bizim ilahları söyür. Və yəfəl və yəfəl. Bunu edir, bunu edir. Və yəqul və deyir və deyir. Yəni dediyini deyir, etdiyini edir, ilahlarımızı söyür. Fənsifnə min İbn əxi. Bizi qardaşın oğlundan xilas et. Yəni onun əlindən rahat et. Fəl yəkuf ən şətmə əlihətinə və nədəəhu və iləhəhu. Bizim ilahlarımızı söyməyi tərk etsin, onu tərk edək və ilahını tərk edək. Və deyir ki, Əbu Talib, Peyğəmbər sallallahu aleyhi və səlləmə, Yəbnə əxi, ey qardaşım oğlu, mə bəlu qavmuka yəşqunək. Nədir ki, qövmün səndən şikayət edir. Və yəz'umun ənəkə təşdümə əlihətun. Və iddia edirlər ki, sən onların ilahlarını söyürsən. Dedi ki, sallallahu aleyhi və səlləm, ya əm, ey əmi, uridu ən yəqulu kəlimətən. İstəyirəm ki, bir kəlmə desinlər. Tudinu ləhum bihəl ərab. Onu ilə ərəblər özlərinə onu din bilsinlər. Və tuəddu ləhum bihəl əcəmul cizyə. Və əcəmlər də ona görə onlara cizyə versin, yəni bac versin. Əbu Cəhl dedi ki, nəquluhə və əşara. Deyərik, on da artıq. Deyərik, on da artıq. Dedi ki, sallallahu aleyhi və səlləm, qulu la iləhə illallah. Deyin, la iləhə illallah. Allahdan başqa ibadəti layiq haqq məbud yoxdur. Fəfəzi'u. Bir ki, ravi təlaşa düşdülər. Yəni yerlərindən atıldılar. Vəlləv müdirin. Və arxalarını çevirib çıxdılar. Və hum yənfudunə thiyabəhum və yəqulun. Paltarlarını çırpırdılar və deyirdilər, əcəələl əlihətə iləhən vahidə innə həzə ləşəyyün ucəb. Bu bütün bu ilahları bir ilah etdi. Bu necə də təəccüblü bir şeydir. Yəni görünməmiş bir şeydir. Və bildilər nə qəsd edir Peyğəmbər sallallahu aleyhi və səlləm. Bunu deməklə bildilər o kəlmənin mənasını, nəyə dəlalət etdiyini. Bildilər ki, onları yenidən sanki boyuyub ortaya qoyub. Sanki yenidən yeni bir biçimdə, təzə bir biçimdə İslamın qəsd etdiyi kimi yeni bir biçimdə onların ubudiyyətini ortaya qoyur. İbadəti, Rəbləri ilə müamiləsini, özlərinin həyatlarını, davranışlarını yenidən təzəliyir, yeni bir biçimdə ortaya çıxır. Hansı ki, qəbullanmadılar onu. Halbuki Allah Teala buyurur ki, "Qulinna salati və nusuki və mahyaya və mamati lillahi rabbil alamin." Mənim namazım da, ibadətim də, ölməyim də, dirilməyim də aləmlərin Rəbbi olan Allahındır. La şərikə ləh. Heç bir şəriki yoxdur onun. Və bizəlikə umirtu və ənə əvvəlul muslimin. Mənə belə əmr olunub və mən ilk müsəlmanlardanam. Ona görə də la ilahə illallahın mənası, hansı ki Məkkə müşrikləri qaçdılar ondan, Peyğəmbər sallallahu aleyhi və səlləm insanların hamısını bu əzəmətli mənaya dəvət etdi. Bu əzəmətli vacibə, böyük vacibə, hansı ki ondan böyük vacib yoxdur bəşəriyyətin tarixində. Hamısını Peyğəmbər sallallahu aleyhi və səlləm bu dinə, bu möhkəm dinə çağırdı ki, insanlar onu ilə ən yüksək dərəcələrə nail olsunlar. Ən yüksək mərtəbələrə çatsınlar. Ahirətləri üçün, əbədi qalacaqları diyar üçün, əbədi neymətlər üçün o xeyirdən özlərinə pay götürsünlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə cavab verən, onun dəvətini qəbul edən o kütləyə baxsaq, görərik ki, o ərəfədə Peyğəmbər sallallahu aleyhi və səlləmə az bir insan cavab verdi. Məkkənin zəifləri, az bir insanlar, hansılar ki, İslamın ilk əvvəllərində imanlarına görə müşriklər onlara olmazın əzablar qatdırıb, yandırmaq kimi, şiddətli günəş altında qaynar, qumlu səhrada çılpaq yerə atmaqları kimi və Peyğəmbər sallallahu aleyhi və səlləm dəvətini ilk başladığında
ona qarşı düşmənçilik edənlərin, ədavət edənlərin necəliyini bilmək istəyirsənsə, vəsfini bilmək istəyirsənsə görərsən ki, onlar üç növ insanlar idi. Ən birincilər hansılar ki, haqqı bilirdilər, lakin təkəbbürlük etdilər və inad etdilər, inkar etdilər onu. İkincilər isə həsədlə alışıb yananlar. Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi bu dinə həsəd edənlər idi. Üçüncülər isə zəlalətdə olan cahillər idi. Hansılar ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı bu üç cəbhə qurulmuşdur. O şeytanın dəstələri, hansılar ki, tərk etmədilər Peyğəmbər sallallahu aleyhi və səlləmi və onun ətrafında olanları, onlara qarşı nə ədavət apara bilirdilərsə və onları Allahın yolundan azdırmaq üçün nə yol var idisə, nə vəsilə var idisə, hamısını əl atdılar. Yuriduna liyutfi'u nurallah bi afwahihim vallahu mutimmu nurihi və lev kerihel kafirun. Onlar öz ağızları ilə Allahın nurunu söndürmək istədilər. Allah Teala öz nurunu tamamlayacaq kafirlər bəyənməsə də, istəməsə də. Və ən şiddətli kədər hansı ki, müsəlmanların başına gəldiyi Məkkədə oldu. O vaxt ki, Peyğəmbər sallallahu aleyhi və səlləm və onun ətrafında olanları Məkkə müşrikləri əzməyə, boğmağa çalışdılar. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləmin öldürülməsi üçün yığıncaq belə təşkil etdilər. Və Cəbrail Peyğəmbər sallallahu aleyhi və səlləmə dedi ki, İnna Allah ədənə ləkə ya Muhammed bil hicrət iləl Məkkə. Allah Teala sənə icazə verdi ey Məhəmməd Mədinəyə hicrət etməyə. Fələ təbut hədihil leyləti fi firaş. Bu gecə öz yatağında yatma. Və Peyğəmbər sallallahu aleyhi və səlləmi vurmaq üçün yığışdılar bir yerə və qərara gəldilər ki, hamısı birlikdə bir kişinin vuruşu kimi onu vuracaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm çıxdığında Yasin surəsinin əvvəlinci ayələrini oxuyurdu və onların başlarına torpaq tökərək çıxdı. Və onlar gözləri ilə onu görə bilmirdilər, çünki Allah Teala gözlərini örtmüşdü və mürgü bürümüşdü onları. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hicrətdə özünə yoldaş olsun deyə Əbu Bakr Siddiq radiyallahu anhunu seçmişdi. Hansı ki, onu ilə mağarada 3 gecə gizləndi ta ki, onların axtarılması dayandı. Və Qureyş hər yerə xəbər saldı, hər yeri axtardı. Peyğəmbər sallallahu aleyhi və səlləmin izinə düşərək hətta olduqları mağaraya kimi gəlib. Əbu Bakr radiyallahu anhu deyir ki, dedim ki, ya Rasulallah, ləv ənə əhədəhum nazara fi mevdi qədəməhi lə absarana. Ey Allahın elçisi, əgər onlardan biri ayaqlarının və ya qədəmlərini qoyduğu yerə baxsa, ayaqlarına baxsa bizi görər. Dedi ki, sallallahu aleyhi və səlləm, ya Əbu Bakr, ey Əbu Bakr, mə zannuka bi ithneyni Allahu thəlithihuma. Ey Əbu Bakr, nə zənn edirsən 2 nəfəri, üçüncüləri Allahdır. Və sonra 3 gündən sonra razılaşdıqları onlara yol göstərəcək bələdçi ilə qarşılaşıb Mədinəyə doğru getdilər. Beləcə Peyğəmbər sallallahu aleyhi və səlləmin hicrəti başladı. İslamın və müsəlmanların zəfəri uğuru başladı. Hansı ki, Allahdan onlara gələn bir kömək idi bu hicrət. Allah Teala müşriklərin qurduqları hiləni darmadağın etdi. Onların məkrini, hilələrini özlərinə qaytardı. Baxmayaraq, elə təqdir eləmişdilər ki, İslamı siləcəklər Məkkədən. Peyğəmbərini öldürəcəklər və zənn etmişdilər ki, qətlə qadirdirlər. Lakin Allah Teala onlara bu imkanı yaratmadı. Baxmayaraq, ondan qabaq da Peyğəmbər sallallahu aleyhi və səlləm dəfələrlə qətl olunmağa məruz qalıb, suiqəstə məruz qalıb. Hicrətdən əvvəl də, necə ki, tarixçilər zikr edir, Əbu Cəhil and içir, Lata and içir, eləcə də Uzzəyə and içir. Deyir ki, əgər Mühəmmədi Kəbədə səcdədə olduğunu görsəm, daş götürüb onun başını əzəcəm. Və sonra deyir ki, istərsələr onu mənə təslim etsinlər, istərsələr mənə mane olsunlar. Yəni, digər qəbilələr, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin qətlini istəməyən və onu himayə edənlər, onu mənə təslim etsələr də mənə mane olsalar da, ətrafında olan Qureyşin ağaları dedilər ki, vallahi lə nusəlliməkə ya Əbəl Həkəm. Allaha and olsun ki, ey Əbul Həkəm, səni onlara təslim etməliyim. Və gəlir Peyğəmbər sallallahu aleyhi və səlləm səhərsi gün Kəbənin yanında namaz qılır. Və Əbu Cəhil daş götürüb, böyük bir daş yaxınlaşıb ona vurmaq istəyir və Qureyş də oturduğu yerində oturub baxır, seyr edir. Sonra nədənsə rəngi dəyişmiş halda çevrilmədən arxaya doğru addımlayır və qorxu içində olur və deyilir ki, ona mələk, nə olub sənə? Deyir ki, mənimlə onun arasına erkək bir dəvə girdi. Onun başı kimi bir başlı dəvə görməmişdim indiyə kimi və onun boynu kimi bir boynlu dəvə görməmişdim. Az qaldı ki, məni yesin. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, dəlikə Cibril, o Cəbrail idi. Vəlləzi nəfsi biyədi, nəfsim əlində olana and olsun. Əgər qabağa addımlasaydı, mələklər onu parça-parça, hissə-hissə götürərdi və insanlar da baxardılar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm suiqəst olunub ona münafiqlər tərəfindən, Tabuk döyüşündə. Eləcə də suiqəst etmək istəyib Əmr ibn Tufeyl və həmçinin tavaf etdiyi zaman da Fudalə adlı birisi ona suiqəst etmək istəyib. Eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm döyüşlərin birində müşriklərdən biri onun qılıncını götürüb onu öldürmək istəyib. Deyəndə ki, ey Muhammed, səni məndən kim qoruyar? Peyğəmbər sallallahu aleyhi və səlləm Allah deyəndə qılıncı əlindən düşüb. Və Peyğəmbər sallallahu aleyhi və səlləm öz məscidində də öldürmək istəyib. Safvan ibn Umeyyənin göndərdiyi elçi. Eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləmə zəhərli
ət verildiyində Peyğəmbər sallallahu aleyhi və səlləmə o ət, o qol xəbər verib ki, onda zəhər var. Beləcə Allah Taala onların hiləsini boşa çıxarıb. Peyğəmbər sallallahu aleyhi və səlləmi qoruyub, hifz edib təvhidinin kamilliyinə görə. Allaha olan təvəkkülünün kamilliyinə görə. Və men yetevəkkəl aləllahi fəhuve həsbuh. Kim Allaha təvəkkül edərsə bu ona yetər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu hicrət yolunda Mədinəyə çıxdığında Allah Taala kömək üçün küləkləri Ərəbistan yarımadasından kənara çevirmişdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm yolda olarkən Suraqa İbn Məlik yetişir Peyğəmbər sallallahu aleyhi və səlləmə. Onu öldürmək üçün, Qureyşin vəd etdiyi o mükafatı 100 dəməni almaq üçün, lakin Peyğəmbər sallallahu aleyhi və səlləmə yetişdiyində atı topuqlarına qədər torpağa batır. Daha doğrusu dizlərinə qədər torpağa batır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm çevrilir ona tərəf deyir ki, keyfə bikə ya Suraqa izə ləbistə səvari Kisra. Necə görürsən özü ey Suraqa, əgər Kisranın bərbəzəyini və ya tacını, bilərziklərini üzərvə taxsan. Və İslamı qəbul edir Suraqa və Peyğəmbər sallallahu aleyhi və səlləmin getdiyi yeri xəbər vermirmişdir belə. Ömər əl-Xattab elə ki Fars imperatorluğunu fəth edir, Kisranın taxtacını gətirib Suraqanın başına qoyur. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi, o cür dediyi möcüzə həyata keçirir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm və getdiyi yol yoldaşı Əbu Bakır Mədinəyə çatdığında Mədinədə izzətlə qarşılanıb, hörmətlə qarşılanıb və Mədinə əhli ona dəstək olub, kömək olub və o Mədinəyə gələndən sonra Mədinə mübarək olub. İman əhli üçün Mədinə bərəkətli bir dirək olub. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə ilk gəldiyində evini orada tikib. Dəvəsinin oturduğu yerdə məscidini tikib. Çünki dəvəsi Allahdan əmr olunmuş bir əmirlə o yeri seçib. Və Peyğəmbər sallallahu aleyhi və səlləm o yeri alıb məscidini tikib. Və o yerdən ta günümüzə kimi İslamın nuru yayılmaqdadır və qiyamətə kimi də davam edəcək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm sonra o yerdə qadınları üçün otaqlar tikib. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin gəldiyi o dönəmdən iman üçün, iman əhli üçün yeni bir əhd başlayıb. Allah Taala'nın köməyi İslam və müsəlmanlar üçün o ərəfədən gəlib. Hər bir əməli ilə, hər bir doğru yolu ilə və hicrət o dönəmdə Peyğəmbər sallallahu aleyhi və səlləmə vacib olub. Məkkədən Mədinəyə hicrət etmək Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında vacib idi. Ona görə də hər bir yerdən, hər bir məkandan müsəlmanlar Allahın dininin şüarlarını yüksəltmək üçün ora axın edib. Və hicrət salih əməllərdən idi. Ona görə də insanlar onu etməkdə bir-birindən fərqlənirdilər. Heç də hamısının hicrəti eyni olmayıb. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm xatırladırdı onlara. Deyirdi ki, "Əl-İslamu yəhdimu mə qabləh." İslam özündən əvvəlkiləri darmadağın edir. Yəni günahları silib aparır. "Vəl-hicratu təhdimu mə qabləh." Hicrət özündən qabaqçıları darmadağın edir. Yəni günahları silib aparır. Və elə ki Məkkə fəth olundu, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhərinə hicrət etmək dayandı, hökmü nəsx olundu. Lakin müsəlmanlar üçün hicrət qalıb ta qiyamətə kimi. Əgər olduğu yerdə Allahın dinini izhar edə bilmirsə, Allahın dinini izhar edə biləcəyi başqa yerə hicrət etməyi Peyğəmbərimizin sünnəti olaraq qalıb. Ona görə gəlib ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, "Lə tənqati'ul hicratu hatta tənqati'ut tövbə." Hicrət kəsilmir və ya qırılmır, hətta tövbə kəsilməyincə, qırılmayınca. "Və lə tənqati'ut tövbətu hatta tatlu'uş-şəmsu min məğribiha." Və tövbə qırılmayacaq, dayanmayacaq, yəni kəsilməyəcək, hətta günəş məğribindən çıxana qədər. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin əhdində əmr idi müsəlmanlara ki, hicrət etsinlər. O aciz müsəlmanlar hansı ki zəif idilər, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına hicrət etmişdilər. Və o dönəmdə Mədinədə əkin az idi, yağışlar az idi, ticarət az idi, istehsal az idi. Əhli üçün əksinə bu qədər insanın ora axın etməsi çətin idi, məşəqqət idi. Ona görə bəşəri hesablama ilə götürüb danışsan, deyərdin ki, o zaman ora hicrətin olunması əksinə iqtisadi böhran idi. Çətinlik idi, lakin Peyğəmbər sallallahu aleyhi və səlləmin ora gəlişi ilə Mədinəyə xeyir axmağa başladı. İslam və müsəlmanlar üçün xeyir axdı. Əksinə məkr edənlərin məkri batil oldu. Hilə quran müsəlmanlar üçün, İslam üçün hilə quranların hiləsi puça getdi. Bunu istər böyük, istər kiçik, istər kişi, istər qadın hamısı şahidi oldu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm məxluqatın ağası, bəşərin ağası onlara dinlərini öyrətməyə başladı. Onlar da ona tabi oldular, dinlərini öyrəndilər. Onun əxlaqı ilə əxlaqlandılar. Onun məclislərinə gəldilər, məclislərində oturdular, hədislərini əzbərlədilər, sünnəsini dərk etdilər, onu bizə nəql etdilər. Onun hərəkətlərini, onun sözlərini, hətta sakit durduğu o anı dəqiqliyi ilə bizə nəql etdilər, təfsilatı ilə və döyüşlərdə ona yoldaşlıq etdilər. Onun həyatına şahid oldular, istər evində, istər evindən kənar, insanlarla müamiləsinə, ailəsi ilə müamiləsinə, məsciddəki ibadətinə
bütün bunları etməyə, onları sövq edən nə idi? Peyğəmbər sallallahu aleyhi və səlləmin sevgisi idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin məhəbbəti idi. Ona görə də hicrətin müsəlmanların qəlbində qoyduğu iz, təsir əzəmətli idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hicrət etdiyi ilk ərəfədə, ilk dönəm müsəlmanlar üçün çətin olub, ağır olub. Müsəlmanlar çətinlik içərisində yaşayıb o dönəmdə. Və istər yemək baxımından, istər içmək baxımından, istər geyim baxımından çətinlik çəkiblər. Əbu Hüreyrə radiyallahu anhu xatırlayır o əhvalı, deyir ki, İnni ləxirru mə beynə minbəri Rasulillahi sallallahu aleyhi və səlləm və beytu Aişə. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin minbəri ilə Ayşənin evi arasında üzü qoyulu yıxılırdım. Fəyətini l-ərabiyyun və yədəu ricləhu alə unuqi. Bədəvi bir ərəb gəlirdi, ayağını boynuma qoyurdu. Yadun ənni məcnun. Elə bilirdi ki, mən dəliyəm. Və mə bi illə cub. Mən isə yalnız acılıqdan belə olmuşdum. Və rivayət edir İmam Buxari, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə bir qədəhdə süd hədiyyə edildi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm üzümdəki aclığı gördü. Hədisi rivayət edən Əbu Hüreyrədir. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm üzümdəki aclığı gördü və istədim ki, onu ilə bərabər o süddən içim. O isə mənə dedi ki, udu li əhl-i suffə. Suffə əhlini mənə çağır. Suffə əhli o vaxt kasıb müsəlmanlar idi. Hansı ki, qalmağa yerləri yox idi, məsciddə yatırdılar. Dedi ki, mənə suffə əhlini çağır. Və mən də çağırdım. Sonra bir-bir onlara süd süzdüm və doydular. Yalnız Peyğəmbərlə mən qaldım. Dedi ki, mənə işrab ya Əbu Hüreyrə, iç. Ey Əbu Hüreyrə. Və dedi ki, içdim və doydum. Sonra dedi ki, işrab, iç. Və sonra yenə dedi ki, mən içdim. Və sonra yenə dedi ki, iç. Və dedim ki, وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ لَا أَجِدْ لَهُ مَسْلَكَ. Səni haqla göndərən and olsun ki, onun üçün yer tapmıram. Yəni içəcəyim bir yerim qalmayıb artıq. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm nə qalmışdısa onu içdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm aclıqdan qarnına daş bağlayırdı o dönəmdə. Aclığın şiddətinə görə. Lakin onların imanları, həmçinin səbirləri, hansı ki hicrətin əvvəlində o səbri nümayiş etdirdilər, Allah Taala onlar üçün o çətinliyi asanlığa çevirdi. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm o azlıq dönəmində onlara qarşı şəfqət göstərdi, mərhəmət göstərdi, öz rəhməti ilə onlara əhatə etdi. Atanın, ananın etdiyi şəfqətdən, rəhmətdən daha artığını. Elə ki Allah Taala ölkələri fəth etdi onlar üçün və Mədinəyə hər bir yerdən xeyr axın etməyə başladı. Peyğəmbər sallallahu aleyhi və səlləm onlara deyirdi ki, Entumul yevmu xeyrun min yevmin yağdu aleyheytikum bi cəfnətin və yurah aleyhi buxra. Deyirdi ki, sizin bu gününüz sizin üçün sabahsı gün sizə bir qazanın və ya qabın gətirilib digərinin aparıldığından daha xeyirlidir. Və yağdu fi hullihi və yaruh fi hullihi. Geyindiyi o əbasından və getdiyində dəyişdiyi başqa geyindiyi bir əbasından olduğu gündən bu gününüz daha xeyirlidir. Ne üçün? Çünki rifah halında, sevincli halda insanın fitnəyə düşməsi daha əzəmətlidir, nəinki çətinlik, məşəqqət halında. Ona görə də əgər Peyğəmbər sallallahu aleyhi və səlləmə Allaha, Peyğəmbərin dönəmində hicrət etmək nəsib olmayıbsa da sənə və çoxlarına, lakin Allah Taala bəndələri üçün növbə-növ hicrət edə biləcəyi əməllər şəriət olaraq əmr edib ki, hansı ki onu hamı edə bilər. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında hicrət etməsələr belə. Ona görə də o hicrət hansı ki Allah Taala hazırlayıb bəndələri üçün onda olan savab, onda olan əcr əzəmətlidir. Ona görə günahlardan Allah Taalaya hicrət et. Asiliklərdən Allahın itayətinə hicrət et. Həddi aşmaqdan, nədəsə, dində nəyisə alçatmaqdan Allah Taalaya hicrət et. Hicrət et doğru yolda olmağa, doğru yolda addımlamağa, haqq üzərində sabit olmağa, hicrət et üsyan etməkdən, hicrət et nəyə? Allaha təslimiyyətə, Allahın əmrlərinə tabi olmağa, hicrət et tənbəllikdən, batil, boş arzulardan, ciddiliyə, ibadətdə səy göstərməyə, Rəbbinin razı qaldığı əməlləri, sözləri yerinə yetirməyə, hicrət et qəlbinlə, hicrət et dünyadan axirətə. Ona görə dünyanı arxava alıb ona arxayınlanma, əksinə axirəti arxava al, ona arxayınlan, ona rəğbətlən. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, Əl-muslimu mən səliməl musliminə min lisanihi və yedi. Müsəlmanlar o kəslərdir ki, digər müsəlmanlar onun dilindən və əlindən salamatdır. Sonra deyir ki, vəl-hicratu mən həcərə mə hərramallah. Hicrət isə Allahın haram etdiklərindən hicrət etməkdir. Hicrət Allahın haram etdiyindən hicrət etməkdir. Və buyurub ki, sallallahu aleyhi və səlləm, ibadətun fil harac kə hicratin iləyyə. Fitnələr vaxtı ibadət etmək mənə hicrət etmək kimidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hicrəti, bu əzəmətli hadisə, onda olan ibrətlər, onda olan dərslər ümmət üçün böyük bir xeyirdir. Bəs edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsidir və bizə öyrədir ki, necə yoldaş götürməliyik özümüzə, necə dost götürməliyik, öyrədir ki, əlimizi üzməməliyik, Allah Taala'nın rəhmətindən, onun köməyinin gəlməsindən və nəyisə fəda etməyi bacarmalıyıq onun üçün, onun yolunda.
Və öyrədir bizə ki, haqla batil arasındakı müharibə, ədavət, düşmənçilik ta qədimdəndir və hələ də davam edir. Və öyrədir bizə ki, əmanət, ona xəyanət olunmamalıdır, sahibinə qaytarılmalıdır. Öyrədir iman əhlinə sabitliyi, xüsusən də tələb olunan yerdə, o şiddətli yerdə, hansı ki orada düzgün mövqe ortaya qoymalıdır. Öyrədir bizə ki, Allah Taala'ya təvəkkül etməliyik, lakin səbəbləri düzgün götürməklə, hər bir səbəbi yerli yerində götürməklə. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Allaha təvəkkül etməklə yanaşı səbəbləri də götürmüşdü yola çıxanı. Çünki Allah Taala belə istəmişdi onun üçün. Ona görə səfərə çıxanda özü ilə aziqə götürdü. Səfərə çıxanda miniyinə mindi, piyada getmədi və səfərə çıxanda özü üçün bələdçi seçdi, yolu azmasın deyə. Allah Taala istəsəydi, onu İsraya qaldırdığı kimi o heyvan Buraqın üzərində onu Mədinəyə çatdırardı. Lakin niyə belə etdi? Ümməti onu örnək götürsün deyə. Müsəlman düzgün səbəbləri götürsün deyə, düzgün səbəbləri götürə bilsin deyə, o düzgün səbəblərdən tutunub Allahın dinini düzgün yaşaya bilsin deyə. Və ən böyük vacib müsəlman üçün Allahın dininə kömək etməyidir. Və Allahın dininə kömək etmək necə? Öz nəfsindən başlamaqla, Allahın dinini yaşamaqla, Allahın itayətində durmaqla, doğru yolda addımlamaqla, haqqın üzərində sabit qalmaqla və Allahın dinini evində, Allahın dininə kömək etməklə, necə Allahın dinini evində yaşatmaqla, əməl etməklə özü və ailəsi və o dinə çağırmaqla insanları ölkəsində, toplumunda, cəmiyyətində və bu yolda səbr etməklə necə Peyğəmbərlər səbr edib elə. Ona görə də müsəlmanların hal-hazırda dünyada olduğu halının dəyişməsi bağlıdır Peyğəmbər sallallahu aleyhi və səlləmin hicrətindəki o əzəmətli mənalara, ona əməl etməyə və müsəlmanların halının islahı bu əsrdə o dönəmdəki sələflərin halının islahı nə idisə odur. İmandır, haqq üzərində olmaqdır, xalis tevhidi yaşamaqdır, gözəl əxlaqda olmaqdır, Allahla sadiq olmaqdır, Allaha təvəkkül etməkdir, səbr etməkdir bəyənmədiyin məsələlərə, işlərə, gözəl bir şəkildə ibadəti yerinə yetirməkdir. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm əməl edib, onun pak sünnəsindən tutunub ona əməl etməkdir. Və buyurur ki, sallallahu aleyhi və səlləm, İttaqullaha heythumə kunt, harada olursan ol, Allahdan qorx. Və ətbə'is seyyiyyətəl həsənətə təmhuhə, pis əməl etdiyində, günah əməl etdiyində yaxşı əməl et ki, onu silsin. Və xaliqun nəsə bi xuluqul husun, və insanlarla gözəl əxlaqla davran. Allah Taala bizə eşidib faydalardan etsin. Allah Taala ölkəmizi digər müsəlman ölkələrini xətadan, bəladan qorusun.